Hədisdə var, kim evdən çıxsa, Bismillah və billah, əla millət Rasulillah desə, bütün mələklər onun istəyini yerinə yetirməkdə sanki vəzifələnərlər ki, ona kömək eləsinlər. Görürsən, bu zikir səndə bu aləmi hərəkətə gətirir. Sanki bu aləmin batininə komanda verirsən. Hamı deyir, nəsə bir nəfər bizə işi düşdü. Bütün bir dənə güc, qüdrət arxonda gəlir. Lillahi cunudus semavati vel ard. Zaten bütün aləm onun qoşunudur. Sanki bütün mələkut çevrilir sənin arxonda dayanıb. Adam özünü zəif hiss edir. İnsan bunu bir müddətdən sonra görməyə başlayır, deyir. Duymağa başlayır bunu. Ona görə dağdır, dağ. Baxın peyğəmbərlərin söhbətinə, deyir, bütün gücünüzü qoyun ortaya, narahat deyilik. Bu sözü necə demək olar ki? Bu yalnız bilgi ilə deyiləsi söz deyil. Bu həqiqət aləmi ilə ünsiyyət qurmasın, elə belə deyərsən. Qarşı tərəfin gözünün odunu almaq üçün. Amma içində qorxarsın. Onlar içlərində qorxmaya sözü deyirlər. Çünki vəsl olublar tohidə. Vəsl olmağın yolda paklıqdan keçir. Birinci mərhələ paklıqdır. İnsan deyir, imanın yarısı paklıqdır. Elə ki, yarısında sən addım pakladın özünü, ikinci yarısı ilahi adlarla Allah sənin vücudunu təcəlli eləməyə başlayır. Allahın adları bir-bir təcəlli edir, bir-bir təcəlli edir. Hədisdə var, kim evdən çıxarsa, dəstəmazsız çıxsa, işi həll olmasa özün qanasan. Dəstəmazla çıx yəni. Yəni bu dəstəmazın təsiri var aləmə. Sən elə belə baxsan dəstəmazsa, yox elə belə deyil. Xırda məsələ deyil.